Sualın cavabı sənə də maraqlıdırsa diqqətlə qulaq as. Sual belə idi ki, bu şəraitdə hərəkət ardıcıllığı necə olacaqdır? Düzgün cavab verən savadlı sürücüləri təbrik edirəm. Bəli, 4, 3, 2, 1. Biz isə hər zamanki kimi şəkli detallı incələyək. Diqqət edin, şəkildə eyni əhəmiyyətli yolların kəsişməsi göstərilib. Yəni, maddə 77-dən biz bu şəklə cavab verəcəyik. Diqqət et, maddə 77 nədir? Deyir, restsiz nəqliyyat vasitəsinin sürücüsü, restsiz, sağına yol verməlidir. Bu şəkildə göstərilən nəqliyyat vasitələrinin hamısı ressizdir. Yəni, heç bir burada tramvay yoxdur. Ona görə başlayaq. Bir nömrəli göy avtomobilin sürücüsünün sağında qırmızı olduğu üçün göy dayanır. Qırmızının da sağında yük olduğu üçün qırmızı dayanır. Yükün də sağında sarı olduğu üçün yük də dayanır. Birinci sarı rəngli avtomobil sağa dönəcək. Çünki sarının sağında heç kəs yoxdur. Sağa hərəkət etdikdən sonra yükün sağı boşalır. Yük hərəkət etdikdən sonra qırmızının sağı boşalır. Qırmızı hərəkət etdikdən sonra ən axırda bu yol ayrıcını göy rəngli avtomobil sola dönərək hərəkətini davam etdirəcək. Sağ olun, sizinlə mən Rza Məmmədov idi.